Məşhur aktyor və komediya ustası Fərda Amin Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Tamaşaçılara unudulmaz anlar yaşatmağı hədəfləyən bu gecədə o özünə məxsus zarafatları və səhnə performansları ilə izləyiciləri güldürəcək. Konsertdə Fərda Amin daha əvvəllər heç bir yerdə təqdim etmədiyi yeni səhnəciklər və maraqlı improvizasiyaları yer alacaq. Düzdür, həyatımızda biraz ondan 1-2 ilə yaxın danışmamışıq. Danışmamağında yeganə səbəbi Fərdə Xudaverdiyev məni anladıq bir dəfə. Elə bu gülüş günü münasibətinə. Dedi Hollandiya konsertə gedəcəyik. Mən də ansamblı yığdım. Güya bileti elektron alıb. Hava limanında düz 6 saat gözlədim. Bu da telefonları söndürdü, gəlmədi. Yəni o vaxtdan bəri düzdür aramızda bir sərinlik yarar. Amma mən onu sevirəm də. Bu günləri özəl olaraq onun bugünkü gözəl gününə gəlmişəm. O birində olduğum konsertdən çox zövq almışam. Yəni Fərda mənim övlən dostumdur, çox yaxın dostluq biz. Bəlkə də Fərdanın bugünkü konsertinin anonsları məndən çox paylaşan olmayıb. Yəni məhəbbətdən, eşqdən, çünki o mənim əzizimdir, dəyərli qardaşımdır. İstəyərək eləmişəm. Bugün də sevə-sevə buradayam. Və inşallah ki, əminəm ki, bugün də bizi şoka salacaq. Fərda nəinki belə bir saray, hətta mən deyərdim ki, 2-3 bu boyda sarayı doldurmaq gücündə olan bir dəyərli komediya ustasıdır. Mən bir dəfə verilişlərin birində 2-ci Yaşar Nuriyev demişdim onun haqqında və yenə də sözümün üstündəyəm. Mən hesab edirəm ki, Fərda çox istedadlı aktyordur və bugün biz güləcəyik və keyfiyyətli yumor görəcəyik. Fərdanın biz konsertində ilk deyil, mənim iştirak eləməyim dostu kimi. Ümumiyyətlə mən bir şey əmin olmadan, tam güvənmədən hansısa bir işimi təxirə salıb o şeyə gedən adam deyiləm də. Fərda Azərbaycanda bu mövzuda, bu həm aktyor kimi dəxli yoxdur və aktyorluqdan əlavə də bir stand-up adamı kimi özünü təsdiqləmiş bir adamdır və bilirəm ki, bugünkü konsertdə də biz onu nəinki gülmək, hətta düşünürəm ki, daha maraqlı bir nəticələr əldə edəcəyik. Çünki Fərda bu işin ustasıdır. Mən əminəm ki, bugünkü gecə çox yüksək səviyyədə keçəcək. Ona görə ki, mənim dostum, qardaşım Fərda bugün səhnədə olacaq. Əminəm ki, elə həmişəki kimi güləcək, əylənəcək, uğurlar arzu edirəm mənim dostuma. Mən biraz az gülən adamam. Yəni biraz da gülsəm mənim üçün kardır. Ümidvaram ki, Fərda həmişəki kimi çox yaxşı bir performans göstərəcək. Biz güləcəyik və konsert çox gözəl keçəcək. Fərdaya uğurlar arzulayırıq. Fərda öz işinin layiqincə həmişə öhdəsindən gəlib öz işinin peşəkarı da adam. Və birinci konserti deyil, bir neçə konsertlərində həmişə dəvət edib olmuşam, iştirak eləmişəm. Gülüş gözləyirik Fərdadan ancaq. Konsert boyu Fərda Amin özünə məxsus yumor üslubu ilə tamaşaçılara unudulmaz anlar yaşadıb. O, gündəlik həyat, cəmiyyət və müxtəlif sosial mövzularda gülməli və düşündürücü çıxışlar edib. Tamaşaçılar konserti gülüş və alqışlarla qarşılayıb. Qeyd edək ki, bu konsert Fərda Aminin son dövrlərdə təşkil etdiyi ən böyük tədbirlərdən biri olub və biletlər qısa müddətdə satılıb. Stand-up sənətçisinin gələcək layihələri də maraqla gözlənilir. Birdən-birə bir sayı nə oldu?